Gəlişi ilə təravət, incəlik və istilik gətirən Novruz. Şimal yarımkürəsində astronomik yazın başlanğıcı, yəni gecə və gündüzün bərabərliyi məhz bugün qeyd edilir və Novruz baharın gəlişini simvolizə eləyir. Gəlişini özündən əvvəl çərşənbələri car çəkir Novruzun. Bu çərşənbələr yaradılış mərhələlərini göstərən 4 ünsürü tərənnüm eləyir. Su, od, külək və torpaq. Hər şey buzların əriməsi, çayların donunun açılması ilə başlayır. Su ilə simvolizə edilən əzəl çərşənbədə torpaq islanır deyirlər. Günəşin torpağı qızdırmağa başlaması üskü çərşənbəyə təsadüf eləyir. Od çərşənbəsində çöldə tonqallar qalanır, evlərdə şamlar yandırılır. Yenicə çıxmış yaz güllərini xəfif bir meh tərpətməyə başlayır. Bu üçüncü çərşənbədən xəbər gətirir, yel çərşənbəsi. Torpaq çərşənbəsi isə sonuncudur. Beləcə günəşli günlər başlayır. 2009-cu ildən Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz günü elan olunub. Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər şərq ölkələrində qeyd olunan Novruzun adətlərini saymaqla bitmir.